4 saylı klinik xəstəxanada funksional diaqnoz üçün başlamışam. 2008-ci ildən etibarən dövlət və bir çox özəl klinikalarda fəaliyyətimə davam etmişəm. 2024-cü ildən Universal Hospitalda çalışıram və bu kollektivlə çalışmaqdan böyük məmnunluq hissi duyuram. Seminar və təkmilləşmə kurslarım 16-17-24-cü illər Türkiyə İstanbul Şişli İqbal Eğitim Araşdırma Hastanəsində boyun ultrasonu, Doppler müayinələri və ilkin gəbəlik, patoloji gəbəliklər üzərinə ultrasonografi dəyərləndirilməsi təbii ki. Women's Cəmiyyətin konferans və seminarların təşkili və iştirakçısıyam. Ultrasound Euroson School 2022, Tajev Alman Jinekoloji Kongress 22 və Azərbaycan Radioloji Cəmiyyətinin konferansları aiddir. Ümumi ultrasonografi müayinələri bütün ultrasəs həkimlərin apardığı müayinələri aparıram. Əlavə olaraq maraq dairəm hamiləliklər və Dopplerlər üzərinə əsaslanıb. Belə hamiləliklərin ilk intrauterin hamiləlik izləndiyi 5 həftədən ibarətən fetusun dünyaya gəldiyi günə qədər fetal ekokardiografiya, fetal neyrosonografiya və həmçinin orqanların hər birinin yaranma və inkişafını izləmək. Buna əsaslanaraq 11-14 həftədə skrininqlər, 20-22 həftə və buna bağlı olaraq pasiyentin müraciətini 27-28 və ya 32-34 həftədə detallı ultrasəs müayinələri, Doppler müayinələrinə uterin umbilikal, MCA, orta beyin arteriyası, ductus venosus, aortal Doppler dəyərləndirilməsi, fetal ürək Doppleri, plasental Dopplerin dəyərləndirilməsi və hepatik damarların dəyərləndirilməsi aiddir. Digər Doppler müayinələrinə karotis Dopplerin əsasən, karotis Doppleri beyin qan dövranının əsasını təşkil edən Vilezi bölgəsinə aid olan daxili yuxu arteriyasının dəyərləndirilməsi məqsədi ilə aparılır. Ortada qoyduğum case dünən gələn bir pasiyentin videosudur. Daxili yuxu arteriyasının tam oklüziyasına əsaslanan bir görüntüdür. Arterial Doppler USM nələrə baxır? Əsasən damar keçiriciliyin yoxlanması, stenoz oklüziyanın inkarı, intermedia qalınlaşma, aterosklerotik plakların anevrizma və disseksiyalar varmı? Axın göstəricilərinin spektral Doppler dəyərləndirilməsi, pik sistolik, son sistolik sürətlər ERA və PI indeksləri, axın formatlarının trifazik, difazik, monofazik olaraq və buna əsasən də monofazikin səbəbinin aşkarlanmasının və kolateral dövran varmı, varsa nəyə əsaslanır? Burada isə qarın aortasının sklerotik dəyişiklikləridir. Venoz Doppler USM nələrə baxılır? Damar keçiriciliyində, dərin ven trombozuna və səhvli tromboflebitin aşkarlanması, kompresyon sınaqlarının əsasın trombun inkarı məqsədi ilə aparılır. Reflux varmı? Ən çox da SMV-də baxılır. Qapaq funksiyasının tam icra olunub-olunması, bu da xroniki venoz çatmamazlıqdan varikoz genişlənmələrin səbəbidir və perforant venlərdə patoloji genişlənmə reflü varmı? Görünən video görüntü isə VSM-nin tam trombla tutulmasıdır. Qısa olaraq bir çox maraqlı bir case, qısa olaraq deyəcəm, 2020-ci il təvəllüdlü xanımdır. Tiroidində aşkarladığımız çox rahat bir noduluydu. Ətraf boyun limfalarında heç bir patoloji limf izlənmədən nəzarət etdim. Mənim burada diqqətimi çəkən mikrokalsinatlar və kənarlarının çox az irregulyarlığı idi. Biopsi məsləhət gördüm. Biopsidə deməli karsinomun aşkarlandı. İkinci bu işçimizin atasıydı. Böyrək ali uroloji check-up müayinə gəlmişdi. Böyrək üzərində balaca bir lezyon rastladıq. Yenə də bunun yerləşimi, kənarların irregulyarlığı diqqətini çəkdi. Rezeksiya biopsiya olundu, təsdiqləndi böyrəkdə renal hüceyrəli karsinoma. Burada da qısa həkim yönləndirməsi sadəcə multikistik böyrək. Multikistik böyrəklər fetal müayinə zamanı heç bir marker əlamət sayılmır, əgər polikistik böyrək deyilsə. Ancaq burada diqqətimi nə çəkdi? Bu fetusda bir ayağında 6 barmağın olmağı və bundan şübhələnərək bütün uzun borulu sümüklərin hər iki ətrafda aparıldıqdan sonra asimetriya olmasından əsaslandım. Tam genetik adı qoyulmasa da hamiləlik sonlandırıldı və təsdiqləndi ki, bu multikistik böyrəkdən başlasa da genetik kompleks bir problem idi. Diqqətiniz üçün təşəkkür edirəm.